Manna neçənci əsrdə mövcud olub? 9, 11, 9. Daha da 9 dəqiqə. 11-9. 11, 9. Eradan əvvəl onda böyüklə balaca, əvvəl böyük sonra balaca. Mannanın ən belə deyək də böyük güclü vilayəti hansıydı Səid? Zamua, bəli. Onlar da sonradan deyir, Lullubilər də deyir, dağılandan sonra gəlib burada yaşamışlar. Ona görə özlərinin deyir, Lullubilər ölkəsi adlanırdı Manna həm də. Sonra Manna adına ilk dəfə arada rast gəlmişdi. Neydi? Bayaq deyirdi, ne? Assur, 3-cü Salman Asarın, bəli, kitabəsində də 9-cu əsrdə təsadüf edir o da. Sonra deməli, Mannalılar qonşu ölkələr hansılar idi? Kimlə mübarizə aparırdılar həmin vaxtı? Mannalılar. Biri qonşuları. Biri Assurlar. Assur bir də Urartuydu da, ən çox ikisi ilə idi, değil mi? Ən güclüsü onun hansıydı? Ona görə ona sığınır daha çox. Assurlar, bəli. Manna vilayətlərindən saya bilərsən, Səid adlarını. Larzamua, Gilzan, bəli. Misi, Subi. Subi nə vilayəti idi? Subi. Bilmirəm, biz onlar çox da keşləmişik. Yox, niyə mən bunların hamısını dəqiqliklə öyrətmişəm uşaqlara. Subi, Subi atçılıq vilayəti idi. Orada atı ilə məşğul idi, Sonra deməli, ən güclü dövr dedik, hansı hökmdarın dövründədir? İranzu. İranzu, bəli. Hakimiyyət illərini bilirsən? 4719. Aha, bəli. Onun hakimiyyəti dövründə nələr oldu, nə baş verdi? Onun hakimiyyəti dövründə mərkəzi hakimiyyəti güclənmək istəyirdi. Mərkəzi hakimiyyət gücləndi. Canişinlik sistemi yaradıldı, eləmi? Bir də orada 2 dənə şəhərdə üsyan qalxmışdı. Hansı şəhərlər idi? Neçənci ildə idi? 719'da deyirsən? Bəli. Adı nə idi şəhərlərin? Şu an Dahulla Durdukka. Adları biraz çətin adlar. Onlar üsyan başladı və nə arır həmən vaxtı İranzu? Kimdən kömək istəyir? Assurdan. Assurdan kömək istəyir. Həmən vaxtı da, həmən Assur deyir, onsuz da burada istəyirdi də, niyyət edir ki, güclənmək istəyirdi. Ona görə istifadə edir, bəli, ona kömək edir. Sonra Assur hökmdarı 2-ci Sarqon hücuma keçir. Neyini? Şəhərləri, deməli, üsyançıları yatırır, şəhərləri də belə deyək də, dərmadağını eləyir zat. Və bundan sonra deməli, artıq bu dövrdə Azərbaycan, Manna Azərbaycan bütün cənub torpaqlarını öz hakimiyyəti altında belə deyək, birləşdirmişdir, əmi? Ərazisi Araz çayına qədər çatırdı. Sonra Urartu da diş durmurdu, eləmi? Neyinir? Onlara qarşı üsyan, belə deyək də, hücumlar edir. Sonra nə baş verir? Gedireyim. Nasıl cevabım? Nə edirsən? Sualı bir de. Sualdı? Hansı sualı? İndi deyiz. Çətinlik çəkdikləri qeyd edirsən. Mən deyim yenə. Yenə deyim. Deyirəm ki, Urartu da həmən vaxtı aramsız hücumlar edirdi də. Bu vaxtı deyirəm, Aşur hökmdarı nədir? İranzunun təklifini qəbul edir, bəli. Sonra İranzu Aşur dövlətinin olmayacaq Urartuya qarşı olan mübarizəsindən bacarıqla istifadə edir və 735-də qazanırdı. Assuriyanın qələbəsi ilə. Deyir, İranzunun uğurlu siyasəti həmçinin nəyə belə deyək də səbəb olur? Mannanın həm müstəqil olaraq möhkəmlər, həm də İran Urartu hücumundan qoruyur, deyirəm, dövləti. Ölkəni birləşdir. Hardan tapmalar bu kitabı? Bu kitabı hardan tapmalar? Səid, mən sənə atmışam, oxumamısan atdıqlarımı? Oxumuşam, belə yəni üstündə qeyd etməyə görə.